Sizin kitabınızda 5-ci bölmədir. İkinci hissənin 1-ci bölümü. Mən onun hamısını bir dərs keçəcəm. Yaxşımı? Aha. Gəlin başlayaq çoxluq. Deyirik ki, çoxluqlar nə? Deyirik ki, çoxluqlar onları təşkil edən elementlərə görə adlanır. Yadınızda saxlayın, çoxluğun xüsusi bir qaydası yoxdur. Məsələn, amma var natural ədədlər çoxluğu, tək ədədlər çoxluğu, nə bilim, yadınızda saxlayın ki, çoxluqlar Latin əlifbasının böyük hərflərlə işarə olunur. Yəni ancaq məsələn, bir dəqiqə. Hə, baxın, məsələn, A çoxluğu. Yaxşımı? Ancaq böyük hərflə işarə olunur. Və çoxluğun elementlərini baxın belə qoyacaq bu işarə ilə. Bilirik də bunu yəqin, düzdür? Məsələn, A çoxluğuna yazılacaq tək ədədlər. Məsələn, 1, 3, 5, 7, 9, 9, 11. Məsələn, bu oldu nə? A çoxluğu, düzdür? Məsələn, bir dənə yazaq D çoxluğu. D çoxluğuna məsələn nə yazaq? Gəlin yazaq, məsələn, incə saytlar. A, Ö, O, U, E, Ə. Neçə incə saytımız var. Bilirik Azərbaycan dilini. Ö, Ü. Oldu. Ayaz, səninlə eyni otaqda kim var? Sənin fikrini yayındırır. Sən dəqiqə başı ora baxırsan. Mənim heç kim yoxdur. Aha. Baxırıq. Deyirik ki, baxın, elementin çoxluğuna daxil olması daxil işarəsi. Baxın, deyirəm ki, tutaq ki, A çoxluğunda hansı ədədlər var? 1, 5, 7, 9, 11, düzdür. Mən demək istəyirəm ki, 11 A çoxluğunun daxilidir. Baxın, bu işarəni qoyacağım. 11 daxildə A. Aydın oldu. Amma məsələn, demək istəyirəm ki, tutaq ki, 18 A çoxluğuna daxildir, yoxsa daxil deyil. A çoxluğunda 18 var. Daxil deyilsə, onda üstünə bir dənə xətt çəkəcəyik. Daxil deyilsə, üstünə bir dənə xətt çəkəcəm, yazacağım A çoxluğu. Yəni A çoxluğuna daxil deyil. Başa düşdük, daxildir, daxil deyil söhbət. Yəni daxil olan belə, daxil olmayanda bu işarə. Və yaxud deyirəm ki, boş çoxluq. Boş çoxluq necə işarə olunur? Belə. Uç. Məsələn, D çoxluğu olsun 5 boşluq. Aydın oldu, boş çoxluq. Yazıram, baxın qarşısında. Boş çoxluq. Aha. Sonra gəldik, dedik ki, indi gəlin çoxluğun sayını. Deyirik ki, məsələn, əsasən belə bir söz görəcəksiniz. Deyirsiniz ki, çoxluğun elementlərin sayına çoxluğun gücü də deyilir. Yəni güc demək istəyəndə bizə bilin ki, sayını soruşur. Sayı n hərfi ilə işarə. Məsələn, gəlin elə A çoxluğunda, A çoxluğun elementlərin sayına tapaq. Baxın, n, A. Belə göründə bu nə deməkdir? Yəni demək istəyir ki, A çoxluğunda elementlərin sayını tapın. Sayıram, neçədən element var? 1, 2, 3, 4, 5, 6. Neçə element? 6. İndi gəlin D çoxluğu. 6. N, D yazaq. D-ni tapaq. Görək neçədən çox? 9. 9. Bəli. Çünki bizim 9 sayı. Aha. Bura qədər aydındır. Aha. Sonra gəldik bərabər çoxluğa. Deyirik ki, bax bərabər çoxluq. Deyirik ki, səbirli ol gəldik. Bir-birindən yalnız elementlərin düzülüşü ilə. Məsələn, bax deyirəm ki, bir-birindən yalnız elementlərin düzülüşü ilə fərqlənən çoxluqları bərabər çoxluğu deyil. Məsələn, A çoxluğu var, bir dənə də B çoxluğu yazıram burada. Məsələn, B çoxluğuna yazıram ki, 9, 5, 3, 1, 7, bir də 11. Baxıram ki, eyni ilə A-da olan elementlərdir, düzdür. Amma sadəcə nədir? Düzülüşlərində fərq var. Yəni yerləri, məsələn, burada 9 neçənci ədəddir, burada 1-cidir. Başa düşdük nə demək istədik? Deməli, aynı B çoxluğu nədir? Bir-birinə bərabər. Aydın oldu bura qədər? Aha. Sonra gəldik, deyirik ki, alt çoxluq var. Alt çoxluq nədir? Yadımızda saxlayırıq. Alt çoxluğun işə, baxın, burada yazır. Alt çoxluq. C kimi olur? Alt çoxluq nədir? Alt çoxluq, məsələn, deyirəm ki, A-B-nin alt çoxluğudur. Necə işarə edəcəm? A, C. Bu şəkildə, düzdür? Məsələn, gəlin bir dənə A çoxluğu quraq. A çoxluğu, gəlin bura nümunə yazaq. Məsələn, A çoxluğuna yazaq, nə bilim, ürəyimdən keçən bir ədədlər yaratdım. Olsun belə. B çoxluğuna amma yazıram ki,
Burada deyə bilərik A B-nin adçoxluğudur. Bəli. Bəli. Niyə? Çünki baxıram ki, A-da olan bütün elementlər B-yə daxildir. Deməli, A B-nin adçoxluğudur. Düzdür? Deməli, adçoxluq nədir? Bəli. Deyirik ki, əgər adçoxluğunun hər bir elementi həm də B-yə daxil olarsa, A B-nin adçoxluğu deyilir. Aydın oldu. Bəli. Məsələn, bir dənə belə bir şey, belə bir nümunə yazın. Deyirəm ki, adçoxluğu verir mənə 1, 2, 3. Deyirəm ki, gəlin adçoxluğunun bütün adçoxluqlarını yazacaq. Məsələn, bilirik. A1. A1-i nə olar? Təkcə 1. 1 çoxluğu yazarım. Sonra A2-yi nə yazarım? Təkcə 2 çoxluğu. 1, 2, 1, 2, 3. Aha, Bir. onu da yazacaq. Bir dəqiqə yazın. 3 yazdım. Düzdür? Təzədən A4-də nə olar? 1, 2. Düzdür? 1, A5-ə nə 1, 3, yazarım? Bəli, 1. 1, 3, 2, A6-ya nə yazarım? 2, 3. 2, 3. Düzdür? Bir dənə də elə A7-nin özünə də nə yazaram? A7-yə nə yazaram? 1, 2, 3. Aha. Və A8-ə nə yazaram? A8 boş çoxluq. Məsələn, belə yaza bilərəm. A8 nə bilim boş çoxluq. Oldu çoxluq. Aydın oldu. Bura qədər aydındır. Bir problem yoxdur ki. Aha. İndi gələk. Bir dəqiqə. Birləşdirmə. Hə, buranın niyə? Aha. İndi gəldik çoxluqların birləşməsinə. Gəlin çoxluqların birləşməsi. Uşaqlar, dərsi qayda edirəm. İstəsəniz sonra dərsdən sonra atarım. Yaxşı. Təkrar qulaqlaşmaq istəsəniz. Birləşməsi. Çoxluqların birləşməsi nədir? Deyirəm ki, A və B çoxluqlarının bütün elementlərindən ibarət olan çoxluğa A və B çoxluqlarının birləşməsi deyilir. Birləşmə necə işarə olunur? İndi yəni bax bir dənə nümunə yazarım. Bir dəqiqə. Məsələn, gəlin A çoxluğu. Aha, gəlin A çoxluğuna bir dənə yazaq. Nə yazaq A çoxluğuna? Gəlin, məsələn, hərflər qoyaq. A, B, C, D. Düzdür? Bir dənə B çoxluğu. B çoxluğuna nə yazacağım? Məsələn, olsun nə? C, D, E, F. Tutaq ki, burada da A olsun. Bir də olsun ki. Düzdür? İndi mən istəyirəm ki, baxın, birləşmə necə tapılır? İşarəsi nədir? A birləşir B. Necə tapıram? Birinci nə edəcəm? Ortaq olanların üstünə xətt çəkirəm. Baxıram ki, ortaq olanlar nə var? Gəlin bax. Bir dəfə yazın, bir tərəfə yazın. Necə? A, C, D. Aha, ortaq olanların üstünə qırmızı qələmlə çəkim. Deməli, C, A, B, C, D, E, F, G. Gözləyir. Bir də A ortaq idi, düzdür? İndi mənim cavabım nə olacaq? Baxın, birləşməni tapanda həmişə birinci çoxluğu olduğu kimi yazın. Yəni A, baxın, B, C, D olduğu kimi yazın. İkinci çoxluqda üstündən, nəyin üstündən xətt çəkməmişəm, onları yazdım. Nə yazacağım? Y, E, bir də ki, bu da oldu mənimlə A və B çoxluğun birləşməsi. Bəs məndən belə bir şərt istəsə indi A birləşir B. Bunun cavabı nə olar? Kim deyər? Mənim deyim. D. Mənim 8. Çünki deyir ki, orada A ilə B-nin birləşməsində 8 rəqəm var. Evdə elementlərin sayı deyil. Onun üçün 8 olacaq. Ay, sağ ol. Başa düşdün. Aha. Evet. İndi bəli, düzdür. Ümid başa düşdün sən də? Ümid, eşidirsən məni? Bəli. Aha. İndi gələk birləşməni də bildik. Gələk çoxluqların kəsişməsi. Çoxluqların Eyni olan elementlər deyil. kəsişməsi. Çoxluqların kəsişməsinə deyirik ki, A və B çoxluqlarının ortaq elementlərdən ibarət olan çoxluğa nə deyilir? A və B çoxluqlarının kəsişməsi deyilir. Gəlin bir dənə də özümüzdən təzədən çoxluq qurarıq. Bu dəfə nə olsun? A çoxluğuna nə qoyaq? Deyin görüm nə A eləyək? çoxluğu 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. B çoxluğunda ümid desin mənə. Ümid B çoxluğunda Mən 1,
4, 6, 7, 2. Başka? Biraz uzundur. 9 olsun, 11 olsun, tutaq 13 olsun. 10, 11, 12. Bəli. Neyse, mən tək ədədlər sevirəm. Hə, indi gəlin çoxluqların kəsişməsi necə tapılır? A kəsişir B işarəsi budur, düzdür? İndi gəlin tapaq görək Bəli. kəsişməni necə taparıq? Neyini Mən 1 var. Aha, ortaq olanların üstündən bir dəqiqə. Gəlin Xətt ortaq olanların çəkirik. üstündən xətt çəkək. Bəli. Birin üstündən xətt çəkəcəm, sonra 4, 4, bəli. Sonra 4, 2, 2, 2, mən. bəli. Sonra 5 yazmışsınız. Mən xeyr. yox. Ah, və bu cavabım nə olacaq? Mən 1, 4, 2 Bir, kəsişməsi var. 1, 2, 4. Aha. Deməli, nə olacaq cavabım? 1, 2, 1, 2, 4. ay, sağ ol. İndi gəlin bunu Ümid mənə desin. Ümid bayaqlarım ayan demişdi. N, A kəsişir B. Cavab nə olar Ümid? 3, Bəli. Yəni mən nəyi soruşuram səndən? Deyirəm ki, A və B çoxluğunun sayın. kəsişməsində neçə element var? Düzdür? Mən. Bəli. Aha. Bunu da bildiyi çətin bir şey yoxdur ki bunlarda. Mən Gəldik xeyr. bir dənə çoxluğun fərqi. Aha. Gələk çoxluqların fərqi. Yazıram bax. A, 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 A və B-nin fərqində A-da olan B-də olmayan. Mən. B ilə A-nın fərqindədir. B-də olan A-da olmuyor. Bəli. Çoxluqların fərqi deyir ki, A çoxluğu ilə B çoxluğunun fərqi, yəni A çoxluğunun B-yə daxil olmayan elementlərin ibarət çoxluğa deyilir. Gəlin yenə özümüzdə bir çoxluq. Bu dəfə AB olmasın. Gəlin biri ümidli, biri ayan. Yaxşı. Bir A olsun çoxluğumuz. Bir dənə də olsun ümid çoxluğumuz. Bu ayanın çoxluğu olsun, bu da ümidin çoxluğu olsun. Olsun. Aha. İndi Bəli. ayan çoxluğunu ayan desin fərqli rəqəmlərdən. Fərqli rəqəm istəyirsən, hərf nə istəyirsən de. O birində də ümid deyir. Ayan de görürüm sən öz çoxluğunu. A, Y, A. Ayı, anı. Bəs indi ümid desə, ümid elə ki, biraz ayan hərflərindən olsun içində. Gəl ümidin öz hərflərini yazaq. Ümid. Arada A da qoyaq. Hə? A, N da A, olsun. İ olsun, bir dənə də D olsun. Düzdür? mən. Bəli. Deyirəm ki, tutaq ki, A-nın, gəlin birinci A-nın Ü-dən fərqini tapaq. Bir dəfə də Ü-nün neyniyək? A-dan fərqini. A. Düzdür? Aha. A-nın Ü-dən fərqini tapanda neyniyəcək ki? Birinci ümumiyyətlə yenə qaydamız nədir? Qalanların üstündə xətt çəkirəm. Düzdür? Bəli. A-nın sonra hansı neyin üstündə? A, A, bir dəfə A yazmışıq. N, Aha. Bu D, A-nın gəlin burada ayağının A-sının yerinə nə yazaq ayaq? Bir dənə gözlə ayaq. B, Yox, D yazaq. nə yazaq? D yazaq. D. D yazaq. Hə, dedin yaxşı, ümid yaz. Bir dənə də ümidin hərfindən olsun, hə? Bayaq ümid sənin hərflərini götürmüşdü, indi də sən ümidin hərfi. Aha, bir dəqiqə. Hə, nə olsun dedik? D olsun, düzdür? D. Ruska yəni balacalaşdı. Elə onu düzəltməyə çalışıram mən də. Deyirəm ki, o səliqəli olsun. Buyur. Niyə pozmadı? Poz. Aha. İnşallah Ruska yenə nazikləşməli. Все. İndi bura nə yazacağım? D yazdım. Aha. Hə. İndi D. A-nın Ü-dən fərqi kimdir? Yəni, indi burada D varsa, bir dənə də ortaq D-im var, axı düzdür? D-nin üstündə xətt çəkməlidir. Neyniyəcəm? Bu D, Hə. düzdür? Ata. Aha, A-nın Ü-dən fərqi nə oldu? A-nın Ü-dən A-nın Ü-dən fərqi Y. Ay, bunun qara hərfini yazaq. Aha, nə oldu? Y hərfi, düzdür? Hə. Aha. Bəs indi Ü-nün A-dan fərqi nə oldu? Ümi. Ü, Ü, Ümid. Ümid, yox.
Ü, mı, i oldu. D yoktu Ümit. Ü, mı, i, Ben ümit dedim. Ümit. imi, ben. Bir deyip bura kadar. Ben. Gelin indi bir tane bunu da yazaq. En, a, ü, a'nın üdə fərqi nə olar? Neçə olar? 1. Bir. Bəs en, ü'nün a'dan fərqi neçə olar? 3. Ay sağ ol. Bura qədər aydındır. Ben. Aha, əla. İndi bir dənə də bir hissəmiz qaldı. Onu da eləyək. Deyirik ki, indi düsturları yazacağım. Bu düsturları bilmirəm. Sizin məktəbdə müəllimləriniz deyib yoxsa yox. Ben bakayım. Aha, indi Ben bir de baxarıq. tam bu namemizi yazdırıp tam adedlere z harfiyle işlenir. O hələ Z gəlir. hərfi. Aha, z deyil, z. Bəli. Ora gələcək. Ha. Baxın, indi gəlin çoxluqlara aid olan düsturlar. Baxın. En, a, deyəcəm buna bax lazım olursa. A birləşir bir. Bərabər. En, a. Yazdırıb müəllimləriniz belə bir düstur. Muhis. Ayan. Hayır. Xeyr. Amma lazımlı olan. Görsən Ayan nə qədər bilmədiyimiz hissələr var imiş. Hə Ayan? Evet. Aha. Mən demişəm də bu Ben yok bu yazdırıp Ali. yazdırıb. Ali bu yazdırıp. Şimdi başqa bir dənə də yazacağım. Görüm onu da yazdırıb yoxsa yox. İki dənə düstur. Ben 2 tane yazdırıp. Ben. Yazdırıb. Aferin. Yaxşı, bu dəfə bağışladıq müəlliməmizə. Hə. Deməli nə edəcək? Burada bax, Ümid, sən riyaziyyat müəllimi kim idi? Zivan ama. Ziban müəllim. Hə, o yazdırmaz. İndi qulaq asın. Baxın, bu nə deməkdir? Deyirəm, məsələn, mənə verir ki, NA 5-dir, NB 7-dir. Baxın, belə bir misal, gəlin özümdən yazım. Məsələn, deyir ki, NA bərabərdir 7-dir. NB bərabərdir 8-dir. NA birləşir B də olsun 5-dir. İndi məndən soruşur ki, A kəsişir B-nin cavabı nədir? Bax, belə bir məsələlər düşür. Bilmirəm. Baxın, o dəqiqə bu düsturu ağlıma gətirirəm. Yaxşı. Bu düsturda Hə. nədir? Gətirəm A'nın yerinə 7 qoyuram. 7 üstə gəl. B-nin yerinə qoyacam 8. A kəsişir B-ni bilirəm. Çıx x bax kəsişirdi. Ayan, diqqətli olun. Kəsişirdi. Məndə amma birləşdirin cavab verir. Bilmədiyim yerinə x qoyuram və cavabı 5-ə bərabər edirəm. 15 çıx x bərabərdir 5. X də bərabər neçə? 10. Deməli, A kəsişir B bərabərdir 10-a. Bura qədər aydındır. Ben bir dakika. Bir dənə də düsturum var. Onu da yazın. İstəsəniz mən bu dərsi ataram sizə. Yaxşı. Hemen çektim. A birləşir B bərabər. Burada nə? Deyirəm ki, A fərqi B. Budur düstur ayan yazdırdığı. Ben. B'nin fərqi A. Üstə gəl A kəsişir B. Bu düstur. Bunu da bildik. Ben. Əla. Çoxluqla baxın, 5-ci bölməni biz hamısını bir dərsə keçdik. Ben. Əla. İndi gəlin bunu bir dənə deyil. Ha. Mən bu PDF-i saxlamaq istəyirəm. Baxın, bu əslində mən qəşəng qayda PDF-i hazırladım. Səliqəli yazmışıq deyə. Bir dəqiqə. Ha, bunu saxlayaq. Aha. Gəlin bir dənə də Euler-Venn diaqrama baxaq. Tez-tez bitirir. Aha. Baxın, 2 dənə dairə götürün. Tam görsem bile. Görsənmir? Hayır. Ben gösterdim. Bir dəqiqə.
Görsən axı. Tamam, indi görsən. Məndə idi. Bir tane göster. Göster düzelteceğim sana. Siz qıraqda yazmışdınız. Mən bu tərəfə çevirmişdim ona görə. Harika. Görürsen indi Ümit. Bə. İndi gəlin baxaq. Baxın, burada nədir? Məsələn, buraya yazıram B çoxluğu. Oy. Hə. Ayağım buradasan ayağım. Görmürəm sən ekranda. Bəli. Aha. Burada Buradayım. D çoxluğu, bu da olsun D çoxluğu. Nə qəşəng dairələrimiz oldu, görürsüz. Gəlin bir dənə özümüzdən çoxluq quraq. Gəlin B, bu da olsun D. B çoxluğu yazaq, D çoxluğu. Nə olsun? Nə olsun? Fərqli fikirlər deyək. Nə olsun? Deyin görün. Hı. Biraz uzun çoxluq deyin. Gəlin yazaq. Məsələn, A, oradan buradan deyək də. Məsələn, Z, H, M, N, L, O, P, K, R. Bu olsun B çoxluğunda. S, T, M, Q, K, H, Y, E, bu da I. Sırf qurduq çoxluğumuzu. İndi gəlin bunu neyək? Euler Venn diaqramında tətbiq edək. Necə tətbiq edəcəyik uşaqlar? Baxın, birinci nə edirik? Deyim. Ortaq olanlar. Aha, ortaq olanlar üstündə ortada olanların kəsiməsi olacaq. Ortada kəsimi olacaq. Qıraqlarda isə Qıraqlarda qalanlarını qıraqlarda yazacağıq. Yəni hərəsini. Bax, burada bunu en yazdım. Bu en bir şey. Bir dəqiqə. Bəli. Hə. H düzdür. Burada H var idi. Oy. Məndə şey oldu. Hara getdi bu? Mən də maraqlı. Gerçi hara getdi bu? Hə. İndi. Sonra burada hansı ortaq nələrim var idi? Kimdə? H dedik. Sonra Haç. K var. Düzdür. Hı. Hə. Buradan gedir o. Gedirim. Bir dəqiqə. Buradan gedir. Hə. Sonra ortaq nəyim var? Başqa hiçbir şey yoxdur. başqa. Aha. Bə yoxdur. Yeniyəcək indi. Ortaq olanları harda yazırıq? Haç, M, bir də K-nı ortada yazırıq. Bir də K-nı ortada. M, B'də nə yazacağım? Z. Sonra Z, N, L, O, P, Azdır. O, P, R, R. D'də nə olacaq? S, T, S, D, Y, Y, E, E, I. Başa düşdüyü Venn diaqramında, Euler Venn diaqramında nədir? Bəli. Çoxluqla bağlı nə sualınız var? Deyin görüm. Hey, Всё. Məndə yoxdur. Nə edəcək? Güvən kitabında çoxluğa bir dənə deyin görüm neçə dənə test var? Test deyin. Güvən kitabında çoxluğa aid neçə test var? Onu mənə deyin. Tamam, bu. Yok, üç. Yok, beş. 58 variant var. Bir var. Neçə variant var Ayan? İki dənə. Mənim kesiklərlə bərabər 8 variant. Nəylərdən bərabər? Kesiklərlə bərabər 8 variant. Yox, kesiklər yox. Soruşuram axı təkcə çoxluqlara aid neçə variant var? Çoxluqlar üzərində əməllər var. Aha. Çoxluqlar var. Aha. Bir də Euler və Venn diaqramında köməyi ilə məsələ həlli. Bunlar KSQ-dir. Aha. Ümumilikdə neçə dənə test oldu? Hərəsində 10 dənə 3 variant var da, düzdür?
Mən 2 var. elələrəm 5. Neçə? 10, 20, Arası da 30, Ayən bir möhkəm 40, 50. 50 dənə, 50 dənə tapşırıq. KSG-lərdən birdə. Xeyr. Aha, təhsil çoxluqları aid 50 dənə. De görüm Ayən nə demək istəyirsən? Ayən. Kesinlikle beraber 80 test eləyir. Aha, amma KSG-lərsiz 50 dənə, düzdür? Evet. 6-cı gün nə qədər fonlu vaxtımız var? Çoxluqların hamısını götürük. 50 dənənin hamısını götürük. Yaxşı? 6-cı bölməyə qədər. Yox, deyirəm Bəs Ümid, 6-cı günə qədər. Bu diqqətlə qulaq as. Yox, Bəli. 6-cı bölməyə qədər deməm yəni. Hə, ayən bəli etmən. Görüm. benim ümitim var testi. Güven aldı. Nəyi? Hə, var. Ümid, ayən, amma yenə üstündə işləməmiş qrupa at ki, mən kompüterdə ekran edeyim ki, gələndə üstündə işləyirdi. Yaxşı. Üstündə işləməmiş bir dənə sərgəl çəkib atarsan qrupa, yaxşı. Ya mənim şəxsimi atarsan. Dərsdən sonra ayən bir dənə mənə qulaq as. Kameranı aç ayən. Gedir o dəqiqə. Ayən kameranı aç. Gedir o dəqiqə. Dərsdən sonra. 6-cı Ümid, sən əlavə olaraq Əkoboda işləyirsən, yaxşı? Ən kiçik ortaq bölən. Ayən, sən işləmişdin də, düzdür? Bəli. Aha. 6-cı günə qədər hamısını işləyib atırsınız mənə. Başqa sualınız var? Xeyr. Xeyr. Bu günlük bu qədər. Sağ olun. Salamat qalın. Sağ olun. Sağ olun. Sağ ol Berke'se. Sağ olun. Tamam. Dərsin videosunu istəyirsinizsə dərsdən sonra atın. Yadıma salın, qrupa atın. Yaxşı? Mə. Sağ olun.